Elçin, bax sizin bu tələsməyinizin biz başa düşürük və hamımız tələsirik ki, sürətli geçsin proses. Amma bir təbii proseslər də var ki, onun qarşısı alınmaz. Məsələn, biz çox istəyərdik ki, günəşdən gələn o enerji, günəşin o işıq elə sürətlə yerə gəlib çıxsın. 8 dəqiqəyə aya gəlib çatır, 4 dəqiqə aydan yerə gəlib çatır. 12 dəqiqə təkcə buna vaxt gedir. Hələ bunu elm sübut edib. Və bu proses, əsas odur ki, bu proses getməkdədir və heç kimi qorxuzmasın, heç kimi bizim bu sürətimiz narahat etməsin. Çünki bu addımlar Türk Dövlətləri Təşkilatının birgə atdığı, Budapeştdə atılan addımlar və imzalanmış sənəd heç bir üçüncü tərəfi hədəfə almayıb. Bu günləri... Mən elədim ki, heç kim qorxmasın deyən Tural müəllimi deyirsiniz ki, gecikməyinə görə. Yox, dövlətlərdən danışdım. Məsələn, orada qeyd olunur ki, dünyada uzun müddət idi ki, terrorçuluq bir nömrədə təhdid sayılır. Düzdür, indi daha o sayılmır. Birinci yerə keçib iqlim təhlükəsizliyi. Deməli, orada iqlim təhlükəsizliyi ilə bağlı məsələlərə toxunulur. COP29-la bağlı məsələlər müzakirə olunur və s. Deməli, biz birlikdə Türk dünyası iqlim təhlükəsizliyinin təminatına töhfə vermək istəyirik. Dünyanın bu günlər birinci, ikinci təhdidi nədir? Terrorçuluq məsələsi. Birgə gəlin bu bəla ilə mübarizə yapalım. Eyni zamanda kiber cinayətkarlıq da orada regional səviyyəyə aşırı qlobal sülhə və təhlükəsizliyə töhfə veririk. Separatizmə qarşı birgə mübarizə aparaq. Biz elçiliyə qarşı birgə mübarizə aparmaq qətiyyətini ortaya qoyuruq məlum sənəddə. Biz multikultural dəyərlərin ixracı ilə bağlı mövqeyimizi ortaya qoyuruq. Bunlar hamısı nəticə etibarilə sülhə, təhlükəsizliyə töhfə verən yanaşmadır və heç bir üçüncü tərəfi hədəf almayıb. Biz birgə amma üçüncü tərəfi narahat olması üçün nə demək əsaslar var da? O deyirlər bir Yezidə ağlayanda, imam ağlayanda Yezidə də ağlayır. Bu üçüncü tərəf niyə narahat olur? Bunların bir dərdi olmalıdır. Rusiyanı bildik. Digərlərini niyə narahat edir? Bu sənəddə bir bənd var. Mən o sənədi 71 mən hər birinə sizin kimi mən də baxmışam diqqətlə. Orada bir bənd var ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlər bugün 5 dövlət olan üzvüdür. Və 3 də müşahidəsi statusundadır. 8 dövlətdən söhbət gedir. Gəlin müdafiə sənayesi sahəsində əməkdaşlığımıza baxalım, onu inkişaf elə, onun əsasını qoyalım, inkişaf elətdirin, bu sahədə əməkdaşlıq eləyəyin. Gönül kimlərisə bu. Bax, onu deyirəm, yəni qorxmaq üçün də nəsə var. Bu hücum taktikası, bu bizim özünü müdafiə ilə bağlı. Təbii ki, bizim ikimiz hədəf almamışıq, niyyətimiz budur.